Salam, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük. Mən Ergün Şirinov, Microsoft Excel üzrə ekspert. Və bir şeyi qeyd edeyim ki, bizim dərslərimiz sırf praktiki tapşırıqlar əsasında formalaşıb. Yəni sizin əgər bu sahədə bir bilginiz yoxdursa, bu videolar sırf sizin üçündür. Biz sizinlə bu seriyamızda, yəni bu videolarımızda Microsoft Excel'də real iş mühitində ən çox lazım olan 20 funksiya barəsində məlumat verəcəyik. Bunlar həmin funksiyalardır ki, siz bu funksiyaları bilməklə sizdən tələb olunan bütün tapşırıqların 80%-dən çoxunu bilmiş olacaqsınız. Və biz vaxt itirmədən başlayaq birinci funksiyamız olan sum funksiyasının izahına. Sum funksiyası verilmiş diapazonda, yəni verilmiş xanalarda ədəd tipli məlumatların cəmini tapır. Bu nə deməkdir? Baxın, tutaq ki, bizdə bir müəssisə var və bu müəssisənin bir table var, yəni məlumat bazası var və həmin bu müəssisədə bizdən tələb olunur ki, bütün əməkdaşların maaşlarının cəmini tapaq. Təbii ki, cəm dediyi üçün bu sum funksiyası olmalıdır. Bax, normalda əgər mən bura sum yazsam, bu funksiya hesab olunmur. Çünki bütün funksiyalar bərabər simvolundan başlamalıdır. Əgər mən burada bərabər sum yazsam, bu artıq funksiyadır. Və görürəm ki, burada sumla başlayan bütün funksiyaların siyahısı var və mənə sırf sum funksiyası lazım olduğu üçün gəldim sumda tab düyməsini vurdum və artıq bu funksiya kimi qəbul olundu. Və indi bizə lazımdır ki, burada olan əməkdaşların maaşlarını toplayım. Bax, həmin bu maaşlar H sütununda verilib, yəni bu başlayır H2 xanasından. Mən gəldim birinci xananı seçdim və mənə bütün diapazon lazımdır deyə Ctrl və Shift düymələri ilə bir yerdə aşağı ox düyməsini vurdum və həmin bu diapazonu qeyd olunmuş oldu. H2, H50. Gəldim Enter düyməsini vurdum, cavab oldu 80.642 manat maaş alırlar. Yəni bu müəssisədə olan bütün əməkdaşlar hamısı bir yerdə 80.642 manat maaş alırlar. Bu oldu bizə sum funksiyası haqqında ümumi məlumat. İndi biz sizinlə sum funksiyasından başqa nəyi bilməliyik? Ondan danışaq. Baxın, da ki, burada qiymətlər var. 5, 6, 7, bir dənə də olsun H və D hərfləri. Əgər mən bura bərabər sum yazandan sonra bu diapazonu daxil eləsəm, burada 5, 6 və 7 rəqəm tipli məlumatlardır deyə bunların cəmini tapmalıdır. 5, 6, 7 hamısının cəmi olmalıdır 18. Baxın, burada H və D rəqəm tipli məlumatlar olmadığı üçün təbii ki, bunları toplaya bilməz. Yəni, sum funksiyası neyinir? Verilmiş diapazonda yalnız ədəd tipli məlumatların cəmini tapmaq üçün bu funksiyadan istifadə olunur. Əgər mən bura bərabər sum yazandan sonra, baxın, 5, 4 və -5 yazsam belə, bunların cəmi olmalı təbii ki 4. Çünki 5 plus -5 oldu 0, 0 plus 4 oldu 4. Əgər, baxın, xana daxilində dırnaqda bir qiymət verilibsə 10, 11 və s. Həmçinin burada 5 və 6 qeyd olunubsa, sum funksiyası yalnız dırnaqda olmayan ədədləri toplayır. Dırnaqda olan bu 10 isə artıq text tipli bir məlumat olduğu üçün bunu toplaya bilmir. Əgər mən bura bərabər sum yazsam və diapazon daxil eləsəm, artıq cavabımız olmalıdır 5 plus 6, yəni 11. Yəni bu 10 nəzərə alınmır. Əgər dırnaqda olan məlumat xana daxilində deyilsə, sonradan yazılıbsa, tutaq ki 5, 6 və dırnaqda 10. Bax, bu 10 isə artıq number tipli məlumatdır. Yəni bu 10-u toplaya bilir, amma bu 10-u toplaya bilmir. Çünki bu 10, bax, xana daxilindədir. Amma bu 10 isə xana daxilində deyil, sonradan daxil olunur. 5, 6 və dırnaqda 10. Hamısı cəmi oldu bir yerdə 21. Enter vurdum və oldu cavabımız 21. Yenə qeyd edeyim, əgər dırnaqda olan kəmiyyətlər xana daxilindədirsə, bunları nəzərə alınmır. Yox, əgər xana daxilində deyilsə, sonradan əldən daxil olunursa, artıq bunu da nəzərə alır və toplaya bilir. Və bir də burada var text tipli məlumatlar. Əgər text tipli məlumatlar, baxın burada H və D, xana daxilində verilibsə, bunları nəzərə almır sum funksiyası. Yox, əgər xana daxilində deyilsə, sonradan daxil olunubsa, tutaq ki 5, 7, bir dənə də olsun B hərfi. Baxın, B hərfi. Artıq bunu nəzərə almalıdır. Nəzərə aldığına görə də təbii ki, error verməlidir, xəta verməlidir. Bax, əgər xana daxilindədirsə, nəzərə almaya bilir. Yox, əgər xana daxilində deyilsə, sonradan daxil olunursa, artıq bunu nəzərə almalıdır. Nəzərə aldığı üçün də təbii ki, error verməlidir, xəta verməlidir. Və bu da value erroru adlanır. Value dəyər deməkdir. Yəni, həmin bu funksiyanın daxilində səhv bir dəyər var. Çünki sum neyinir? Yalnız ədədləri toplayır. 5 və 7 isə
number tipli məlumatlardır, amma B isə text tipli məlumat olduğu üçün bunu toplaya bilmir və xəta verir. Və bu da oldu bizə value erroru. Bir də biz true və false ilə bağlı bəzi şeyləri bilməliyik. True və false məntiqi cəmiyyətlərdir. Baxın, true doğru, false isə yanlış deməkdir. Əgər true və false xana daxilində verilmiş qiymətlərdirsə, sum funksiyası bunları nəzərə almır. Əgər mən bura bərabər sum yazandan sonra bu diapazonu daxil edəcəm və cavab olmalı təbii ki 0. Çünki true və false text tipli bir məlumatlardır, rəqəm tipli məlumatlar deyil. Cavab oldu 0. Əgər mən bərabər sum yazandan sonra 5, 6 və true yazsam, baxın, bu true isə artıq 1 kimi nəzərə alınır. True 1, false 0 deməkdir. Bax, 5 plus 6 plus 1 olacaq 12. Yəni qeyd edirəm, əgər true və false cəmiyyətləri xanaların daxilində verilibsə, bunlar nəzərə alınmır. Yox, əgər xana daxilində verilməyibsə, sonradan daxil olunubsa, baxın, əllə 5, 6 və true. Bunlar isə 0 və 1 kimi nəzərə alınır. 5 plus 6 oldu 11, plus 1 oldu 12. Biz sizlə bu videomuzda sum funksiyasına məlumat verdik. Əgər sum funksiyasına bağlı hansı sualınız varsa, yorumlarda sual verə bilərsiniz. Bundan sonraki videomuzda isə biz sizdən sum if funksiyasından məlumat verəcəyik. Və sum if çox vacib olan funksiyalardan biridir. Gələn videomuzda ondan məlumat verəcəyik. Hələlik sağ olun.